Son günlər İranda Amerika Birləşmiş Ştatları ilə razılaşmanın və danışıqların əleyhinə çıxan siyasi qüvvələrə bəzi dini dairələr də qoşulub. Bu da ölkədə müharibə yoxsa sülh mövzusunda mövcud ixtilafın daha da dərinləşməsinin göstəricisinə çevrilib. Belə ki, ötən şənbə günü İranda nüfuzlu ruhanilərin təmsil olunduğu önəmli bir qurumun, ölkənin ali rəhbərini seçən ekspertlər məclisinin 60-dan çox üzvü son proseslər və ABŞ ilə danışıqlarla bağlı 10 maddəlik bəyanat yayıb. Ümumi məzmunu etibarilə bu bəyanat hökumətin Amerika Birləşmiş Ştatları ilə anlaşmaq yönündə yürütdüyü siyasəti sual altına alır. Aparılan danışıqlarda daha radikal və güzəşsiz mövqe tutulmasına çağırır. Belə ki, bəyanatda Hörmüz boğazının açılması strateji səhv kimi qiymətləndirilib. İranın nüvə proqramının danışıqların gündəliyindən tamamilə çıxarılması tələb olunub. Bəyanatın ikinci maddəsi xüsusilə geniş diqqət çəkib. Burada faktiki olaraq Ayətullah Əli Xameneyinin qisasının alınması üçün ABŞ prezidenti və İsrail baş nazirinin öldürülməsinə fətva verilib və bildirilib ki, bu şəxslərə çıxışı olan hər bir müsəlmanın onları cəzalandırması dini vəzifə hesab olunur. Ali hakimiyyət orqanının təmsilçiləri tərəfindən belə bir dini hökmün verilməsinin danışıqlar prosesinə necə zərbə vurduğunu geniş izah etməyə ehtiyac yoxdur. O da aydın olur ki, bəyanat müəllifləri ümumiyyətlə danışıqların perspektivinə inanmırlar. Belə ki, 8-ci maddədə düşmənin danışıqlardan yenidən güc toplamaq, vaxt qazanmaq və bəzi planlarını, o cümlədən qarşıdakı seçkilərlə bağlı məqsədlərini həyata keçirmək üçün istifadə etdiyi vurğulanıb və bundan sonra İrana yenidən hücum ehtimalının yüksək olduğu bildirilib. Onu da qeyd edək ki, bəyanatı imzalayanlar arasında Əli Rıza Ərafi, Möhsün Əraki, Dürri Nəcəfabadi, Əhməd Ələmülhuda, Mehdi Mirbağeri kimi nüfuzlu dini fiqurların adlarına rast gəlinir. Ümumilikdə 88 nəfərdən ibarət ekspertlər məclisinin üzvlərindən təqribən 4/3-ünün belə bir bəyanata imza atması Amerika Birləşmiş Ştatları ilə müharibəni dayandırmağa və danışıqlar yolu ilə yekun sülh sazişinə nail olmağa çalışan İran hökuməti üçün ciddi siqnal sayıla bilər. Təsadüfi deyil ki, hökumətin başçısı Prezident Məsud Pezeşkiyan bəyanatın yayılmasının ardınca iyunun 28-də təcili olaraq Qum şəhərinə yollanıb və orada nüfuzlu mərcə, təqlidlər və din xadimləri ilə bir çox görüşlər keçirərək onlardan hökumətin apardığı siyasətə dəstək istəyib. Pezeşkiyanın Quma səfəri ilə eyni vaxtda ekspertlər məclisinin katibliyi də bəyanat yayıb və qurumun üzvlərinin qeyd olunan bəyanatının cəmiyyətdə suallar və anlaşılmazlıq yaratdığını vurğulayıb. Bu addımın faktiki olaraq mövcud təcrübəyə və ekspertlər məclisinin daxili nizamnaməsinə uyğun olmadığını, birliyə xidmət etmədiyini, hətta qurumun fəaliyyətini İslam inqilabının düşmənlərinin arzuladığı istiqamətə yönəltmək anlamına gəldiyini bildirib. Bu isə ekspertlər məclisi daxilində aydın parçalanmanın təzahürü kimi qiymətləndirilə bilər. Həmin vəziyyətin doğurduğu təhlükələri yaxşı anlayan Prezident Pezeşkiyan Qumda keçirdiyi görüşlərdə hakimiyyət daxilində birlik və konsolidasiyanın, eləcə də cəmiyyətdə həmrəyliyin qorunmasının vacibliyini və hazırki durumda İran üçün həyati əhəmiyyətini dönə-dönə vurğulayıb. Bununla belə o, həmin işə zərbə vuran qüvvələr haqqında da açıq danışıb. Məsələn, Ayətullah Ələvi Borucerdi ilə görüşdə Pezeşkiyan deyib, stat, bəzi şəxslər və qruplar təkcə milli maraqların təmin edilməsi yolunda maneələr yaratmağa və konstruktiv prosesləri çətinləşdirməyə çalışmırlar. Həm də hökumətə və danışıqlar heyətinin üzvlərinə qarşı əsassız ittihamlar irəli sürməkdən, onlara vilayət-i fəqihə qarşı çıxan, dinə zidd gedən və vətən xaini kimi damğalar vurmaqdan da çəkinmirlər. Statın sonu. Bu sözlər ABŞ ilə imzalanmış memorandum və aparılan danışıqlar ətrafında İran siyasi elitasındakı mübahisə və ixtilafların necə kəskin xarakter daşıdığını nümayiş etdirir. Bundan belə Məsud Pezeşkiyan Ayətullah Üzma Şübeyri Zəncani ilə görüşdə həmin memorandumu İran xalqının böyük qələbəsi və milli müqavimətinin nəticəsi adlandırıb. Verilən məlumata görə, Quma səfəri zamanı İran prezidenti demək olar bütün aparıcı din xadimləri ilə, o cümlədən Ayətullahlar Cəfər Sübhani, Məkarim Şirazi, Nuri Həmədani, Kərimi Cəhromi və başqaları ilə görüşlər keçirib. Sözgedən bəyanatı imzalayanlardan isə İran üzrə dini elmi hövzələrin rəhbəri Ayətullah Əli Rıza Ərafi ilə görüşüb. Həmçinin o, Qum elmi hövzəsinin tədqiqatçıları və müəllimləri məclisinin üzvləri ilə də geniş müzakirələr aparıb. Pezeşkiyan ruhanilərə və dinşünaslara çağırış edib ki, onlar öz fəaliyyətləri ilə təfriqə və qütbləşmə yaratmaq istəyənlərin milli birlik və həmrəyliyi pozmasına imkan verməsinlər. Bütün bunlar İran hakimiyyəti daxilində Amerika Birləşmiş Ştatları ilə münasibətlər məsələsində ciddi parçalanmanın olduğuna dəlalət edir. Danışıqlar prosesində vaxtaşırı meydana çıxan fikir ayrılıqları və gərginliklər fonunda bu, yekun sazişin əldə olunması yolunda əməlli başlı əngələ çevrilə bilər. Ən maraqlısı budur ki, həm ABŞ ilə danışıqların tərəfdarları, həm də onun əleyhinə çıxanlar öz mövqelərinin əsaslandırılmasında İranın hazırki ali rəhbəri Müçtəba Xameneyiyə istinad edirlər. Özü ortada olmasa da o, təqribən 10 gün əvvəl xalqa müraciətində
bir tərəfdən Məsud Pezeşkiyan başda olmaqla hökumətə danışıqları davam etdirmək üçün yaşıl işıq yandırıb. Digər tərəfdən də özünün bu məsələdə başqa fikirdə olduğunu bəyan edib. Bununla da əslində siyasi dairələrdə ixtilafların qızışmasına zəmin yaradıb. Əgər yaxın zamanda Müçtəba Xameneyi meydana çıxmasa, bu ziddiyyətlərin daha da kəskinləşməsi qaçılmaz olacaq. Güman etmək olar ki, Müçtəba atasının bu günlərdə baş tutacaq dəfn mərasimində xalqın qarşısına çıxacaq. Bu baş verməsə, təkcə hakimiyyət daxili çəkişmələr güclənməyəcək. Həm də onun özünün onsuz da yüksək olmayan dini siyasi nüfuzuna ciddi xələl gələcək.